Hər 10 yeni anadan birində görülə bilər və çox vaxt 2 mərhələdə keçir. 20-50% hallarda bu postpartum tireoidit gələcəkdə qalıcı hipotireoidizmə çevrilə bilər. Doğuşdan sonra yaranan tireoidit. Niyə bu qadınlarımız üçün, ana olmağa hazırlaşanlar üçün vacibdir? Çünki postpartum tireoidit doğuşdan sonra ilk 12 ayda yaranan tiroid vəzinin iltihabi xəstəliyidir. Hər 10 yeni anadan birində görülə bilər və çox vaxt 2 mərhələdə keçir. Əvvəlcə yüngül tirotoksikoz mərhələsi. Əsəbilik, ürək döyünmə, arıqlama kimi əlamətlərlə özünü göstərir. Sonra isə hipotiroid mərhələ, yəni tənbəl zob mərhələsi, yorğunluq, soyuğa dözümsüzlük, saç və dəridə yaranan quruluq kimi əlamətlərlə özünü göstərə bilər. Vacib məqam odur ki, tirotoksik mərhələdə adətən antitiroid preparatları verilmir. Çünki bu hormon istehsalının artması deyil. Bu iltihab nəticəsində hormonların artıq miqdarda qana sızmasıdır. Simptomların endokrinoloq tərəfindən yüngülləşdirilməsi bu zaman kifayət edir. Hipotiroid mərhələdə isə levotiraksin lazım ola bilər və əmdirmə ilə bu nəzərə alınmalıdır. Kimlər riskdədir? Anti-TPO analizi pozitiv olan analar, birinci tip diabetli analar, öncələr postpartum tireoiditi yaşamış olan qadınlar. Niyə bunu bilməliyik? Çünki çoxu düzəlsə də 20-50% hallarda bu postpartum tireoidit gələcəkdə qalıcı hipotireoidizmə çevrilə bilər və növbəti hamiləlikdə də təkrarlanma riski yüksək ola bilər. Yoxlamaq üçün nə edirik? Doğuşdan sonra 3-cü və 6-cı aylarda pasientdə tiroid hormonları yoxlanılır. Əgər əlamətlər varsa və ya hormonlarda bir problem varsa, dərhal endokrinoloqa müraciət etmək lazımdır. Unutmayın ki, sağlam ana, sağlam uşaq deməkdir. Hormonlarınızı yoxlayın və özünüzü güvəndə saxlayın. Özünüzə yaxşı baxın.